Salam aleyküm şeyx. Və aleykum salam. Şeyx, bəziləri deyir ki, siz xavariclərə elə tərif verirsiniz ki, mən elə başa düşdüm ki, Şeyx Fovzan xavaric imiş. Və bunun üçün bir neçə səbəblər getirir və deyir ki, o da namazda əllərini göbəkdən aşağı tutur, cahilliyi üzü görmür və s. Elhamdülillah. Bilirsiniz, əgər o hələ başa düşübsə, deməli səhv başa düşür. Birinci, kim ki cahilliyi üzür görmür alimlərdən, o demək deyil, o xavaricdir. O demək deyil. Çünki əhl-i sünnə alimlərindən, xüsusən müasirlərdən cahillik üzür görməyən var. Lakin, onlar o cahillik üzür görməmək məsələsi mütləq şəkildə görmürlər. Yəni, yanaşmırlar. Çünki onların başqa sözləri var ki, görürsən ki, cahillik üzür görürlər. Hətta Şeyx Fovzanın özündən soruşurlar ki, böyük şirkdə cahillik üzürdür, yoxsa yox? Şeyx deyir ki, cahillik üzürdür. Cahillik üzürdür. Yəni, o bəzi hallar var ki, o cahillik üzür görmür, məsələn, tutaq ki, Şeyx Fovzan kimi alimlər, məsələn. O deməkdir, onlar mütləq şəkildə bunu yanaşırlar. Bu bir. Bu bir. İkinci, əli göbəkdən aşağı tutmaq məyər xavariclərdir. Yox, xavariclər deyil. Ola bilsin, xavarici olsun, ola bilər maturidi olsun, ola bilər məzhəbçi olsun. Birinci, əlləri ümumiyyətlə tutmaq namazda, necə bilirik hamımız, əllər namazda bağlı olmalıdır. Yəni, o barədə əllər namazda bağlı olmağı barədə nə varsa, ancaq hamısı onu işarə edib. Yəni, əl açıq namaz yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellemlə. Bəli, bəzi tabinlərdən zaten gəlib əli açıq. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem özündən əli açıq gəlməyib o barədə, səhih bir hədis yoxdur. Amma tutma forması, o barədə hədislər var. Lakin çoxsa zəifdir. Səhih olanı sinə tərəfə yaxın tutmaqdır. Səhih olan budur. Yəni, gələn hədislərdə, əgər fikir versək. Amma məsələn, göbəyin üstündə və ya göbəyin altında tutmaq, o barədə var hədislər. Əli ibn Əbi Talibdən və başqalarından radiyallahu anhum əcməin. Lakin onlar hamısı zəifdir. Zəifdir. Bu xavariclərlə nə dəxli var? Yəni, kim ki hələ başa düşüb Şeyx Fovzan da gör ki, xavaricdir, səhvdir. Şeyx Fovzan əlhamdülillah xavariclər qarşı kifayət qədər sözləri var, çıxışları var, fətvaları var. Aydındır. Həm də bir şeyi nəzərə alın. Ola bilən indi sual. Hansısa bir müəyyən bir məsələdən, müəyyən bir adamdan. Məsələn, qardaş deyir ki, biri var idi bizimlə, əllərini də göbəkdən yuxarı tuturdu və deməli, ayaqlarını da birləşdirirdi namazda. Elə ki, getdi qoşuldu xavariclərə, əli düşdü aşağı, bir də göbəkdən aşağı, bir də əli düşdü aşağı, bunu yazarsın. Əli düşdü aşağı və artıq səhvlərə fikir vermir. Yəni, ayaqları birləşdirməyə da. Bilirsiniz, bunlar elə bir ki, xavariclər hər dəfə bir formaya düşürlər. Bir forma alırlar özlərinə, şəkil. İndi çünki cahillər, boşluq var onlarda. İstəyirlər tamamlasınlar. Özləri biraz gedirlər, görürlər, yox, bu nəsə düz deyil də, alınmır. Sonra deyirlər ki, belə gedək. Meçidə gedmir, bir qismi deyir ki, yox, gedmək lazımdır, gedək. Bir qismi onu qulaq asırlar, sonra deyirlər, yox, buna qulaq asaq. Onlar tez-tez dəyişirlər. Çünki cahil hərəkatdır. Yəni, o suala görə biz cavab verdik hələ. Cavab verdik və onların da bir qismi məzhəbçiliyə meyl ediblər, xüsusən Həmbəli məzhəbinə. Həmbəli məzhəbində də var. Əllər göbəkdən aşağı tutmaq var. Amma məzhəblə bu cür getmək səhvdir. Necə? Əgər sən bilirsən ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədis budur, sən məzhəblə getdiyinə görə, məzhəbə görə götürmürsən bu səhih hədisi, məzhəblə gəlsən, belə məzhəblə getmək düzgün deyil. Alimlər, əgər kimlər ki, məzhəbə istinad ediblər onları, nisbət ediblər, onlar belə olmayıblar, onlar hamısı dəlilə üstün tuturdular. Məzhəb alimləri özləri deyirdilər ki, o hədis ki, səhihdir, bilin ki, o bizim məzhəbdir.
Və salam. İndi o nəticə çıxardıb, indi görsəniz cahildir ki, Şeyx Ozan da belədir. Yox, elə deyil, elə deyil. Bəli.